Leysan xarakterli yağışlar fəsadlara yol açmağa davam edir. Şəki, Qudla, Şorsu yolunun bir hissəsi su altında qalıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində isə torpaq sürüşməsi yenidən aktivləşib. Hər iki yolda hərəkət çətinləşib. Yaranan problemləri necə və hansı müddətdə aradan qaldırmaq mümkün olacaq? Ümumi vəziyyət necə qiymətləndirilir? Təfərrüatlar süjetdə. Leysan yağışlar nəticəsində Əyriçay su anbarında suyun səviyyəsi artıb. Nəticədə 15 gündən çoxdur Şəki, Qudla, Şorsu yolunun bir hissəsi su altında qalıb. Qudla kəndinin Yevlax Gürcüstan magistral və Şəki istiqamətində olan yolların bağlanması sürücülərə çətinlik yaradıb. Vəziyyət çox pisdir, su basıbdır. O tərəfdən heç cür mümkün deyil keçmək. O yan tərəfdə maşının altı dağılır. O bir yolla getmişəm, məcburiyyət qarşısında buradan gəldim. Zülümlə, gücbəlayla, göz qabağındadır. Hal-hazırda xəstə gətirsin. Bəli. Necə işləyəcəksiniz bəs? Görək də. Dövlət Su Ehtiyatlar Agentliyinin Şəki Su Meliorasiya Sistemlərinin İstismar İdarəsindən ATV xəbərə bildirildi ki, aidiyyatı qurumlarla ərazilərə baxış keçirilib. Problemin aradan qaldırılması üçün geniş miqyaslı maliyyə xərci tələb olunur. Bununla bağlı artıq lazımi baş idarələrə müraciət edilib. İntensiv leysan nəticəsində Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlar yaranıb. Yolun 147-ci kilometrliyində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib. Sürüşmə əsasən yolun bir hərəkət zolağında qeydə alınıb. Mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Qarşıdan gələn görkədir də, yuxarı elə bir ki, döngədir, görünür. Gəlir pramı, görür ki, yol bir dənədir. Yolun bir tərəfi tamamilə sürüncüb, qalıb bir tərəfi. Şamaxıdan Ağsuya gələn istiqamətdə olan maşınlar ehtiyatlı olsun. Yəni elə bir yerdədir ki, döngədə. Görün 5 metr qalıncan, 10 metr qalıncan görmək olmur. Avtomobil Yolları Dövlət Agentliyindən ATV xəbərə bildirildi ki, artıq mütəxəssislər əraziyə baxış keçirib. Təhlükəli hissəyə xəbərdar edici nişanlar quraşdırılıb, sahə xüsusi lentlərlə işarələnib və nəqliyyat vasitələrinin hərəkəti digər zolaq vasitəsilə iki tərəfli qaydada təşkil olunub, ərazi tərəfimizdən nəzarətdə saxlanılır. Problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcək. Mali vəsait ayrıldıqdan sonra ərazidə bərpa işlərinin başlanması nəzərdə tutulur. Yol polisi ərazidə hərəkətə nəzarət edir. Sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur. Səadat Əzqızı, Hacı Ömər İsayev, Samir Cəbiyev, Mələyin Qlablı, ATV Xəbər, Şəki, Ağsu.